Uşaqlar, bugün keçirik, artıq hamurları bitirdik və Rusiyanın Azərbaycanın işğalına başlanması mövzusunu keçirik. Dedik ki, Rusiya 1796-cı ildə Zhukovun rəhbərliyi ilə, yəni Yekaterina, 2-ci Yekaterina dövründə Azərbaycana gəldi. Ancaq Dərbənd, Bakı, Quba və Gəncə xanlıqlarını tutdu. Amma 2-ci Yekaterinanın ölümü ilə hakimiyyətə gələn oğlu 1-ci Pavel bütün qoşunları geri çağırdı. Və bundan sonra isə Rusiyanın 19-cu əsrin əvvəlində yenidən Şimali Azərbaycanı işğal etmək uğrunda mübarizəyə başlamasını keçirik. Əvvəlcə deyək ki, bu dövrdə Cənubi Qafqazı, ümumilikdə Cənubi Qafqazı tutmaq istəyən qüvvələr Rusiya idi, Osmanlı idi, Qacarlardı, İngiltərə, Fransa idi. Tutmaq istəyən yox. Yəni Cənubi Qafqaz uğrunda müəyyən bir fikirləri, planları olan dövlətlər. Rusiya nə etmək istəyirdi? Rusiya Cənubi Qafqazı, o cümlədən Azərbaycanı ələ keçirmək istəyirdi, Xəzər dənizinə çıxış əldə etmək istəyirdi. Ona görə ki, onsuz da 17-ci əsrin ortalarında, 16-cı əsrdə daha doğrusu, Rusiya Qazan Həştərxan xanlıqlarını tutmuşdu, Xəzər dənizinə çıxış əldə etmişdi. Sonra Pyotrun dövründə bir dəfə gəlir 1722-23-cü illərdə Səfəvi dövlətinin ərazisini, yəni Xəzər sahil əraziləri keçirir. Lakin qısacası daimi olaraq möhkəmlənə bilməmişdi Rusiya Şimali Azərbaycanda. Ona görə də istəyirdi ki, möhkəmlənsin Cənubi Qafqazda. Osmanlı dövləti nə edirdi? Osmanlı dövləti o dövrdə bilirsiniz də Rusiya ilə müharibə aparırdı. Hələ 1791 yaz sülhündən sonra Osmanlı biraz da zəifləyir və Rusiyalının işğalları ilə barışmalı olur. Qacarlar da təbii ki, dedik ki, istəyirdi Şimali Azərbaycanı tutmaq, Ağa Məhəmməd istəyirdi ki, Səfəvin ərazisini bərpa eləsin və Rusiyanın möhkəmlənməsinin qarşısını alsın. İngiltərə və Fransa isə Cənubi Qafqazda Rusiyanın möhkəmlənməsinə qarşı olaraq mübarizə aparırdı və bu məqsədlə Qacarlara dəstək verirdi. 1801-ci ildə İngiltərə və Qacarlar arasında müqavilə bağlanır. Müqaviləyə görə İngiltərə Qacarlara hərbi yardım göstərəcəkdi. Hərbi, maddi, hər cəhətdən yardım göstərəcəkdi. Əsas səbəb də nə idi? Qacarlar dövləti Rusiyanın Cənubi Qafqazı işğal etməsinin qarşısını alsın. Bunun qarşılığı olaraq Qacarlar da İngiltərənin tacirlərinə geniş hüquqlar vermişdi və bundan sonra İngiltərə, daha doğrusu Qacarlar İngiltərənin birdən müstəmləkəsinə çevrildilər. Çünki orada ingilislər böyük güzəştlər alırlar. İndi keçək Rusiyanın işğala başlamasına. Dedik ki, 2-ci Yekaterina'dan sonra 1-ci Pavel gəlir hakimiyyətə, ancaq Pavel bütün qoşunları geri çəkmişdi işğal etdiyi ərazilərdən. Bir müddət keçəndən sonra, cəmi 5 il sonra, 1801-ci ildə ordu, əryanlar, yüksək vəzifəlilər 1-ci Pavelə qarşı çıxırlar. Nə üçün? Çünki o dövrdə lazım idi ki, orduya döyüşmək, qənimət ələ keçirmək, yeni torpaqlar tutmaq. Pavel də döyüşmək istəmirdi, müharibə aparmaq istəmirdi. Ona görə də onu devirirlər və taxta 1-ci Aleksandr çıxır. Aleksandr taxta çıxan kimi başlayır Cənubi Qafqazın işğalına. 1801-ci il Aleksandrın manifesti var. Manifestdə deyilir ki, Şərqi Gürcüstan ləğv edilir və yerində Gürcü quberniyası yaradılır. Gürcü quberniyası. Yaxşı, Gürcü quberniyası yaradılmasını biz niyə Azərbaycan tarixində keçiririk? Çünki Gürcü quberniyasının tərkibinə Azərbaycanın Qazax, Şəmşədir, Borçalı, Lor, Pənbək ərazilərdə qatılır. Gürcü quberniyasının tərkibinə. Və komandir Kınnoring bu quberniyanın rəhbəri seçilir. Qubernatorluğunda seçilir. Uşaqlar, sizə testdə soruşacaq. Rusiyanın Azərbaycanı işğal etmək yolunda 19-cu əsrin əvvəlində ilk addımı nə idi? İlk addım Gürcü quberniyasının yaradılması. Çünki quberniyanın daxilində bu saydığım ərazilər də Rusiyanın himayəsinə keçmişdir. Ardı ilə Aleksandr istəyirdi ki, hələ ki ordu ilə yox da, belə diplomatik yollarla özünə tabi etsin. 1802-ci ildə Georgiyevski müqaviləsi imzalayır. Çar Rusiyası ilə kim imzalayır? Dağıstanın bir sıra hakimləri və Azərbaycanın Quba Lənkəran xanlıqları. Georgiyevski müqaviləsinə görə Dağıstan bir sıra hakimləri, o cümlədən Azərbaycandan Quba və Lənkəran xanlıqları öz xahişləri ilə, istəkləri ilə Rusiyanın himayəsinə keçə bilərlər. Bir. İkincisi, Xəzər dənizində ticarəti inkişaf etdirməli idilər. Üçüncüsü,
Cənubi Qafqazda tacirlərə, Rus tacirlərlə güzəştlər, yəni ticarət inkişaf etdirilməli idi və dördüncüsü isə Qacar hücumuna qarşı birlikdə mübarizə aparmalı idilər, Qacar təhlükəsinə qarşı. Burada əsas bənd Qacarların yürüşü idi. Yəni Çar Rusiyası bu xanlıqları güya ki Qacarlardan qoruyurdu, amma əslində öz tərkibinə qatmaq istəyirdi, öz himayəsinə almaq istəyirdi. Bu ikinci adımdır. Birinci adım Gürcü quberniyasının yaradılması, ikinci adım isə Gorgiyev müharibəsi. Bu iki variant keçdikcə. İndi gəldik bunun ardı ilə. Ardı ilə Rusiya artıq hərbi yolları, yəni ordu göndərdi Cənubi Qafqaza və Azərbaycan içərilərini irəliləmək üçün ən mühüm tutulmalı ərazi bir Car Balakəndir, ikincisi isə Gəncə xanlığıdır. Car Balakən niyə? Car Balakən ona görə ki, o dövrdə Rusiya artıq Şimali Qafqazda tutmaq istəyirdi, keçmişik biz Qafqaz müharibəsini. Şimali Qafqaz tutmaq istəyirdi və Car Balakəndən keçərək Şimali Qafqazı rahatlıqla mühasirəyə ala bilərdi. Ona görə Car Balakəndə də nə var idi? Abbas cəmaətlıq var idi. Car Balakən cəmaətliyi. 1803-cü ilin martında Rus qoşunları Bulyakovun rəhbərliyi ilə gəlir və Qanıq və Alazan çayı sahilindəki döyüşdə Car Balakənin az saylı qoşunu məğlub edilir və Rus qoşunları Cara daxil olur. Aprelin 12-sində 1803-cü ildə Car Balakən cəmaətliyinə andlı öhdəlik qəbul edilir. Andlı öhdəlik 100% testdə imtahana düşə biləcək faktlardandır. Andlı öhdəliyin şərtləri nələrdir? Car Balakən cəmaətliyinin daxili muxtariyyəti saxlanılırdı, daxili idarə etməsi. Cəmaətlıq Rus xəzinəsinə, Çar xəzinəsinə ipəklə xərac verməli idi, sədaqət əmri olaraq Tiflisə girovlar göndərməli idi və öz ərazisində Rus qoşunu saxlamalı idi. Andlı öhdəlik bağlanır, Rus qoşunları bir hissəsi çıxır Cardan gedir, başqa ərazilərə. Bu zaman Car Balakən cəmaətləri üsyan qaldırır, buradakı Rus qoşununu məğlub edir. General Bulyakov ikinci dəfə gəlir. 1804-cü ildə Zaqatala yaxınlığındakı döyüşdə Rus qoşunu məğlub edilir, Bulyakov öldürülür. Amma ardı ilə General Sisyanovun rəhbərliyi ilə yeni bir ordu göndərilir və Car Balakən cəmaətliyi yenidən tabe edilir. Car Balakən cəmaətliyi ardı ilə 1804-cü ildə İlisi Sultanlığı da işğal edilmişdir. Uşaqlar, növbəti hücum hədəfi olur Gəncə xanlığı. Gəncə xanlığı ta erkən orta əsrlərdən bəri deyirik ki, Gəncə xanlığı İslam dünyası ilə erkən orta əsrlərində, klassik feodalizm dövründə, orta əsrlərdən də Gəncə xanlığı İslam dünyası ilə Xristianlıq dünyası arasındakı nə deyil? Qapı idi. Və Gəncənin işğalı ilə Azərbaycanın içərilərinə yol açılırdı. Sisyanov yaxınlaşır Gəncə xanlığı qarşısına, Cavad xana məktub göndərir. Orada məktubda bir neçə bəndə deyim, deyir ki, deməli, xanlığın ərazisində Rus qoşunları yerləşdirilməlidir, xanlıq Ruslara tabe olmalıdır. Gürcüstan yolundakı, Gəncə ilə Gürcüstan arasındakı yolda Rus qoşunları var idi. O Rus qoşunları ərzaqla təmin olunmalı idi, qalaya Rus qoşunları yerləşdirilməli idi. Təbii ki, Cavad xan da nə edir? Bu məktuba rədd cavabı bildirir. Və tərəflər arasında ilk döyüş 1803-cü dekabrında Qurqova adlı yerdə baş vermişdir. Qurqova adlı yerdə Cavad xan biraz müqavimət göstərir, sonra çəkilir, xanlığa doğru geri çəkilir. Bunun ardı ilə Rus qoşunları 4-cü ilin yanvarın 3-4-də yekun hücum edirlər. Cavad xan və oğlu Hüseynqulu qəhrəmanlıqla həlak olur. Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırılır. Gəncə bir dairəyə çevrilir. Rusların idarə etdiyi dairəyə çevrilir. Beləliklə, Gəncənin işğalı artıq Qacar dövlətini hərəkətə keçməyə məcbur edir. Yəni, Gəncənin işğalından sonra 1804-cü ilin yayında Rus-Qacarlar arasında birinci müharibə başlayır. Və Gəncənin işğalı ilə digər Azərbaycan xanlıqlarına da nə olur? Yol açılmış olur. Digər xanlıqların işğalına şərait yaranır. Belə uşaqlar, mövzumuz bu qədərdir.